Salam, xoş gördük. Əziz və dəyərli izləyicilərimiz, Sevinclə Danış YouTube kanalındasınız. Biz bugün bir çoxunun maraqla izlədiyi, bəzilərinin isə sirli və mübahisəli hesab etdiyi karma, tale və astrologiya mövzusu haqqında danışırıq və qonağım pianoçu və astroloq Sabina Seyidoğludur. Xoş gəlmisiniz Sabina xanım studiyamıza. Biraz sizi tanıyaq Sabina xanım, çox istəyərdim. Bir pianoçu kimi tanıyaq, sonra da bir astroloq kimi. Pianoçu olaraq mövzumuza keçək. Tamamdır. Pianoçu olaraq mən Türkiyədə sürdürmüşəm fəaliyyətimi, Ankara'da. Yəni illərdir Kültür Bakanlığında çalışmışam. Orkestra pianistliyəm mən. Sonra Bilkentdə Səhnə Sənətləri Fakültəsində hocalığım var. Hardan hara gələndə əslində bunlar bir-birinə bağlantılıdırlar hətta. Musiqi ruhun qidasıdır. Musiqiçi biri insanları fərqli görür, hiss edir. Bu da bir hissdir. İşte səbəb, niyə bu oldu deyərkən haraya biz gəlirik nəticə olaraq karmaya, ruhun gedişatına, ruhu araşdırmağa başlayır. Biraz da insan öz həyatında müəyyən hadisələrdən ilhamlanır, qaynaqlanır və sualları verməyə başlayır ki, niyə belə, nə kimi qırılma nöqtəsində və bir pianoçu kimisiniz, əslində peşəkar musiqiçiydiniz və sonra həmin nə baş verdisə qırılma nöqtəsində siz bu sualların cavabını astrologiyada tapmağa qərar verdiniz. Özəl həyatda deyək ki, belə bir şeylər oldu, olması gərəkdiyi vaxtda oldu deyirəm mən. Onu yaşadığım üçün də təşəkkür edirəm. Demək ki, yaşamalıydım, ki özümü axtarmalıydım. Yolum vardı mənim yolumda bu. Onu da xəritəm öyrənincə, araşdırınca var idi. Bir şeylər olmalıydı mən bu yola girməm üçün. Yəni bəzən öz xoşuna olmur bu da. Yəni hər şey axışında olmur. Bəzən bir güc lazımdır sizi bu yola etməsi üçün. Yaxşı, o həyatda yaşadıqlarınıza siz nə ad qoydunuz? Karma dediniz, tale dediniz? Karma deməyək, yolumu itirmişdim deyək. Yoluma gəlməliydim. Taleyimdə bu var imiş, iki yön, iki yol. Yəni ümumiyyətlə biz toplum olaraq tale məsələsini qəbul edirik. Qismətçiyik biraz, qismətçi olduğunu düşünürük. Bu mənim başıma gəldisə, qismətim belə idi. Mən bunu etdimsə qismətim belə idi. Bu məndə alınmadısa qismət deyildi deyirik. Amma karma mövzusundan biz çox uzağıq. Karmadan biraz qorxuruq sanki belə. Karma əslində bu tale nədir? Nə əkərsən onu biçərsəndir əslində karma. Karma keçmiş əgər inanan varsa, inanmayana yenə də hörmətdən yanaşır. Onu da atalarımızın etdiyi deyək, bir şeylərin biz nəticəsini veririk, bir hesabatını veririk. Karma etmə, bulma deyək ki. Etmirsən, edəcəklər. Yaxşı karma yaxşı şeylər gətirir, pis karmanı pis nəticələnir. Amma bizi öldürüb sürümür də, bir şeylər öyrətmək üçün gəlir. Sən ondan nəticə çıxartdığın vaxt yolun açılır. Bu niyə mənim başıma gəldi, oturub ağlamaq deyil də, mən bunu niyə yaşadım, səbəb nə idi, mənə nəyi göstərmək istədi yaradan, məsələn, onu əgər başa düşsək, yolumuz daha da fərqli ilərləyər. Onu başa düşmək hər adam başa düşmür. Və başa düşmək üçün insandan nə tələb olunur? Biraz egosunu indirməlidir. Mən bunu haqq etmədim sözü enməlidir. Yəni, mən bunu kimsə yaradandan üstün deyildir. Haqq etdinsə vardır səbəbi. Hər şeyin səbəbi vardır. Bir otur düşün, mən harada səhv elədim ki, eyni şey təkrarlanmasın deyə. Sabina xanım, mən məsəl üçün elə insanlar tanıyıram. Başına bir hadisə gəlir və oturur fikirləşir ki, mən başıma niyə bu hadisə gəldi? Amma yenə də özünü haqlı çıxardır. Olmaz. Yenə də deyir ki, mən hamıya yaxşılıq eləyirdim. Yox. Yəni bu mənim hamıya yaxşılıq eləmək başqa bir şeydir. Yəni biz necə bəlkə eləməməlidir. Yenə də özünü, yəni demək istəyirəm ki, hər o sualı verəndə doğruluğunu, cavabını tapmır. Yenə də özünü o egonu endirmək məsələsi var. Yenə də egosunu endirə bilmir. Elə yenə deyir ki, hamı pisdir, mən yaxşıyam. Baxın, yaxşılıq eləməyin də şeyini bilmirik biz, həddini. Məsəl üçün, əgər bu insan həyatında, yolunda məsəl üçün bir şey düz getmir. Biz israr istəyirik ki, onun həyatını dəyişdirək. Başqasından müdaxilə eləyirik. Onun həyatının çizilmiş olduğu müəyyən bir senaryosuna biz gedirik, müdaxilə eləyirik. Düzəltməsi üçün, bu belə olsun. Bəzən gərəkli, bəzən gərəksiz məsləhətlərlə. Bunu da deyir ki, axı mən yaxşılıq elədim, bu niyə qayıtdı mənə bunu elədi? Bəlkə eləməməliydin orada.
Yəni insan əslində başına gələn hər hadisələrin bir hesabını sormalıdır öz-özündən. Mütləq. Ki başıma Ki niyə eyni gəldi? döngülərə girməsin. Məsələn, mənə çox müraciət edirlər. Mən eyni döngülərdəyəm deyir. Eyni döngü. Çünki belə danışanda görürsən ki, eyni xətanı eləyib axı. Çıxıb bir şeydən təkrar eynisini eləyib. Mən yaxşılıq eləmək istədim. Mən yaxşılıq eləmək istədim. Bəlkə bir dur, bir seyr et. Bəlkə hekayə bir kənardan izlə özünü. Kənardan əslində danışanda baxırsan ki, heç də yaxşılıq eləməyib. Bəli. Etməməsi gərəkən şeyə girişib. O zaman bax dediniz ki, senaryo dediniz, işlətdiniz. O zaman bizim həyatımız qabaqcadan yazılmış bir ssenaridir. Yəni Məncə. taley, qismət. Bəli. %50-50. Yaradan bizə %50 külli, %50 cüzi iradə vermişdir. Yaradanın bizi bir proqramla göndərdiyi vardır. Orada amma biz bu qapıdan mı girəcəyik? Bu qapı sonuç eyni yerə gəlir. Amma o həyat hekayəsini necə yaşayacağımız yenə də öz seçimlərimizdən qaynaqlanır. Yəni astroloji xəritə göstərir. Bunu belə eləsən belə olar. Belə eləsən belə olar. Amma sən onu etməsən, bu yoldan getsən, onunla qarşılaşmarsan. Sabinə xanım, indi hardan bilək ki, hansı bizim taleyimizdir, hansı nə bizim seçimimizdir, nə bizim taleyimizdir, alın yazımızdır. Taley bilirsiniz necədir? Doğulduğun ev sənin taleyindir. Bəli. Evlənəcəyin adam sənin taleyindir. O var, doğrudan. Təbii ki, uşağın sənin taleyindir. Yəni o insandan uşağın olmalıdır. Çünki ruhlar aləmində bunlar sözləşib gəlmişlər. Ata, ana, uşaq seçimi, bir də ölümümüz bizim taleyimizdir. Amma bu həyat yolunda necə çıxıb irəliləyəcəyimiz ya da gedə bilməyəcəyimiz yollar, bu artıq bizim əlimizdə olan şeylərdir. Anladınızmı? Məsəl üçün, mən indi burada oturmağım. Çıxıb gəlməsəydim evdən, burada söhbət edər miydik? Xeyr. Xeyr. Burada da bir hərəkət lazımdır. Hərəkət. Xəritəmizi hərəkətə, həyatımızı hərəkətə aktiv etməyimiz üçün hərəkət eləmək lazımdır. Mən filan şey olmaq istəyirəm deyil. Mən bilmirəm, mən vaxtım yoxdur. Çünki mən bu olmur. Sən hərəkət eləmirsən ki, bir biləsən sənin vaxtın varmıdır, burada yoxdur burada, deyilmi? Bəli, bəli. O zaman karma bir cəza sistemidir, yoxsa ki bir dərs mexanizmidir? Dərs. Cəza deyə bir şey yoxdur. Dərs mexanizmi. Karmanı da xəritəmizdəki Saturn göstərir. Məsəl üçün Satürnün xəritəsində retro olanlar, bunların karmik borcları vardır, dövlət işi ilə sıxıntıları olur, ümumiyyətlə işləri belə biraz bir sıxıntılı gedir. Onların mütləq ya özlərinin ruhunda keçir, ya da atalarının belə bir karmik borcları vardır. Bu keçmişdə kolxoz sədri ola bilər, yeyib dövlətə verməyib, ya da bir sıxıntılarla, ya dövlətə borcu var. Sizin də orada işləriniz tam istədiyiniz kimi ilərləmir. Xeyr. Yəni bizim öz karmamız bir yana, keçmiş həyatda yaşadıklarımız bir yana. Yox, kim keçmişi ilə, kim atalara da. Anladım. Amma yenə də bizim anamızın, atamızın, babalarımızın eyni ruh familiyasına gəlirik. Yəni onların da mı bizim üzərimizdə təsiri var? Təbii ki, eyni ruh familiyasına gəlirik. Təkamülümüz eyni olan insanların içinə inkarnə oluruq. Biz gedib, məsələn, təkamülü yüksək olan biri gedə bilməz ki, ən alta. Ya da alt təkamüldəki üstə gedə bilməz. Ortama, məsələn, şimdi bəzən deyirlər, ay necə şanslı uşaqdır, necə ata-ananın evinə doğulur, necə şanslıdır. Onun hak edişidir, mən deyirəm. O, onun ruhunun hak edişidir ki, onun üstünə belə bir titrəsinlər. İndi deyəcəksiniz, başqa uşaqların günahı mı var? Çöldə, işte, pis koşullarda yaşayırlar. Onu bilə bilməliyik biz. İndi biz 100% dinləyicilərin o səsini eşidirəm sanki buradan ki, yaxşı, bəs bu qədər haqsızlıqlar olur da, yəni günahsız uşaqlar, qadınlar, yəni ümumiyyətlə günahsız insanlara qarşı son dönəmlərdə olanları da elə bir gözümüzün qabağına gətirsək. Yaxşı, sual yaranacaq ki, onların günahı nə idi doğrudan? Yəni bu yaşanan müharibələr, amansızcasına onların da bombalar bir səbəbi. İnanın ki vardır. İnanın ki vardır. Yəni bu biraz mübahisəli belə. Mübahisə yenə deyirəm, əgər inanana, inanmayan üçün ədalət axtarışına girən üçün sonuçta səbəb axtarıb tapa bilməyəcək. Bax, ilahi ədalət nədir? İlahi ədalətlə bizim ədalət anlayışımız nə qədər üst-üstə düşür və ya fərqlidir? İlahi ədalət bəzən sərt olur. Bizə görə deyirik ki, axı onu hak etmədi.
Niyə belə oldu? İlahi boyutda bilə bilmərik, bəlkə hak etmişdir. İlahi ədalət odur, anladınız mı? Yəni, biz bunu bilmirik. Səbilə xanım, bunların hamısı bizim astroloji xəritəmizdə öz əksini tapır. Tapır, təbii ki. Karmik analizlərdə, karma olaraq analiz elədiyimiz zaman hər planetin bizim həyatımızda, bizim xəritəmizdə məsələn bir planet yerləşimi bir şeyi göstərir, mütləq göstərir. Məsəl üçün Yupiter retro olan bir insan dini sorğulayır. Yupiter retrodur. Bir dinə özünü aid hiss eləmir. Çünki Yupiter retrodur, yəni böyük bir din axtarışındadır, fəlsəfə axtarışındadır. Onlardan çox yaxşı müəllim olur Yupiter retro olanlar, ruhani liderlər olurlar. Çünki hər dini araşdırır mütləq. Orada baxırsan ki, hə bu niyə belə gəlib? Baxırsan ki, hə karmasında ruhunun bir təkamülündə bəlkə elə bir yer təkamül etmişdi. Orada din deyə bir şey yox idi, ateizm vardı. Məsəl üçün. Ya da başqa dinə mənsubdur, indi müsəlman olub ya da indi xristian olub. Çox maraqlıdır xəritə. Həyatımız maraqlıdır. Ümumiyyətlə bir insan niyə təkrar dünyaya gəlsin ki? Təkamül üçün. Elə deyilir. Bəs yaxşı niyə xatırlamırıq biz keçmiş həyatımızı? Xatırlasaq bu həyatımızı yaşaya bilmərik. Düşünün ki, siz keçmiş həyatınızda deyək ki, kral olmuşsunuz. İndi gəlmişsiniz. Nə bilim çöldə dilənirsiniz. Özünü kral kimi aparırlar. Amma ruhlarında özlərini kral kimi aparırlar, bilirsiniz. Qəbullanmır məsəl üçün. Deyir ki, yox mən belə baxıram ki, xəritəsində doğrudan da bəlkə də yüksək bir şey də olub, amma orada bir xəta eləyib. Deyir, yox mən niyə belə oluram, mən niyə belə? Deyirəm, sakitləş, sən keçmişdəydin belə. Relax. Düşünün bir də xatırlasam. Məsələn, hər insan astroloqa inanmaya bilər. Təbii ki. Ümumiyyətlə həyatı boyu astroloqla kəsişməyə bilər yolu. Məsələn, Sovet dövrünə qədər bizdə astrologiya heç yox idi, tutalım biz bu illər ərzində. Və ya qabaqlarda da astrologiya münəccimlik, seçilmiş insanların burada müraciət edə biləcəyi insan idi. Hər insan da müraciət edə bilməzdi. İndi belə hər şey göz önündədir. Amma bu insanlar bilmirdilər də, keçmişlərini xatırlamırdılar. Bəs onlar necə yaşayırdılar? Yəni indi niyə aydınlığa çıxıb astrologiya niyə bu qədər hamı üçün əl çatandı? Qabaq belə idi, indi belə. Biraz sualımı indi belə bir şey vardır. Yox, çox gözəl çatdırdınız. İndi belə bir şey vardır. Texnologiyanın gəlişimi ilə bunu biraz bir açıldı hər şey. Amma səhv bilgilər də çoxdur. Çox olan yerdə həmişə səhv var. Çox səhv bilgilər var, yəni çox aşağıya səviyyə bürclər sadəcədir. Mən filan bürcəm, oturub hakiki kofe söhbətlərində şeylər. Əslində bu belə deyil. Məsəl üçün bəzən mənlə iddialaşırlar. İşte mən axı siz ikizlərə belədiniz, mən belə deyirəm. Bəlkə sən Merkürün xərçəng bürcündədir deyirəm. Deyir Merkür nədir? İşte bu xəritəni bilmək lazımdır. Və tamına sosial media üçün bəzən deyirik işte filan bürc filandır, filan bürc filandır. Astrologiya bu qədər ucuza düşməməlidir məncə. Yəni aşağılara enməməlidir. Çünki çox dərin, maraqlı bir elmdir. Yəni onunla yön verə bilirsiniz həyatınıza. Bir iş görmədən baxırsınız bu işin gedişatı. Transitlər vardır, böyük planetlərin transitləri. Məsələn, Uranüsün də İkizlər bürcündə texnologiya coşacaq. Onlayn eğitim çox olacaq. İnsan həyatında bir problemi yaşayırsa, məsələn, onun həyatında bir şey alınmırsa, bir sahə alınmırsa, o astrologiyada öz natal xəritəsi, karmik xəritə deyək də, oradan onun cavabını tapa bilərmi? Təbii ki. Və dəyişə bilərmi həyatını? Baxın, dəyişmək belə olur. 33 yaşından sonra buna günəş döngüsü yaşı deyirlər. 33 yaşında o yanlış olur. Əgər siz düzgün yolda değilseniz ya da eğitim aldırıb işte ailəniz ki bu olmalısan, sən deyirsən ki mən öz qabımda deyiləm. Neyse mən bura sığmıram, ruhum başqa bir şey istəyir, yönümü dəyişdirmək istəyirəm. Onu zaten xəritənizdə görürsünüz. O insan istəmsizcə gedir o yola. Siz xəritədən desəniz də, deməsəniz də ilərləyir bu yollardan. Mən bu sualı niyə görə verdim? Bu yaxınlarda mənim bir rəfiqəm ailə həyatı heç cür alınmır, şəxsi həyatı alınmır. O astroloqlardan birə müraciət etdi və o proqnozda dedi ki, bu il ümumiyyətlə onda ailə həyatı görünmür proqnozunda. Yəni bu proqnozlar həqiqidir, yoxsa dediyiniz kimi insan dəyişə bilərmi öz taleyində bu dönüşü, nə etsə evliliklə ilgili soruşur. Bəli, evliliklə. O proqnoz dəqiqdir.
Çünki niyə o evlilik? Biz nə dedik? Evlənəcəyimiz insan, ümumiyyətlə evlənib evlənəməyəcəyimiz belə xəritədən bəllidir. Hər insan evlilik üçün gəlməyib bu dünyaya. Onun bəlkə də yoxdur taleyində. Sadəcə o istəyir. Deyilmi? Və qarşılaşdığı insanlarla da bir türlü alınmır. Bəli. Çoxdur elə xəritə. Yəni bəzən baxırsan xəritəsində boşanma var, məsəl üçün. Onu deyə də bilmirsən. Yəni qaçınılmazdırmı həmin anda boşanma? Yoxsa Boşanma dəyişsə var. həyatı, Boşanılır. dəyişsə? Mən nə dedim? İlişki, uşaq, ölüm, doğulduğu nə? Bunlar dəyişmir. 1, 4, 7, 10 kasba. Dəyişmir. Boşanma varsa boşanırsan. Boşanılmanın da necə olacağı, yəni belə isterik bir haldə, bir şəkildə o artıq sənin əlindədir də. Rahat buraxman lazımdır məsəl üçün. Məlum olur ki, ilişkilər sıxıntılıdır ya da eyni evdə ayrı-ayrı yaşayırlar. Bu da boşanma kimi bir şeydir. Bəzi insanlar da eyni səhvi təkrar-təkrar yaşayırlar. Yəni nə etsə həyatını düzəldə bilmir. Bunu çox eşidirik. Qarşısına eyni insanlar çıxır, eyni səhvlər çıxır. Yəni fırlanır, gəlir, qapalı bir döngüyə düşür. Bunun cavabı nədir? İndi o birinci səhv eləyəndə bir baxmalı orada nə düzgün qərar verməyib. İnanın Allah, ikincisində də eyni qərar verirlər. Birincisində elədiyi səhv hərəkəti ikincisində də eləyir. Sonra üçüncüsündə də eləyir. Bir özü də qırması lazımdır. Bir geri düşünməsi lazım. Buna da planet şeyləri olur, transitləri olur. Deyək ki, Saturn 2 il yarımda bir bürc dəyişdirir. Sənin bütün evini belə tarayır gedir. Karmanın lordudur Saturn. O bizə karmanı öyrədir. Deyək ki, sənin 3-cü evində transitdəykən o eğitim evidir. İşte yaxın tanışlıqlar. Sən orada yaxşı eğitim almadın, ya da təməlini yaxşı qura bilmədin, yaxın çevrəni yaxşı seçə bilmədin. 4-cü evinə gələn təbii ki, sən sıxıntı çıxardacaq. Bu dəfə də onu ailənə daşıyacaq, ailəni dağıdacaq, məsəl üçün. Hətta. Bəli. Demək ki, dəyişsə həyatını dəyişə bilər də. Orada elədiyi səhvi eləməyəcək. Bir baxacaq da bir geri dönəcək. Bir egosunu sındıracaq, biraz bir qıracaq egosunu, bir özü ilə üzləşəcək. Bizdə özləri ilə üzləşə bilmirlər, sıxıntı buradadır. Niyə, nə mane olur görəsən? Ego qəbul eləyə bilmir. Qəbul eləyə bilmir. Məsələn, özünlə üzləşsə, biraz qırsa, yəni qəbul elə deyirsən. Qəbul elə. Sən orada bunu elədin, bunu qəbul elə. Məsələn, maraqlıdır, reinkarnasiya bizim xəritəmizdə görünür deyirsiniz. Biz xəritədən karmik analizdə bir öncəki yaşamı, indiki yaşamı, bir də gələcəyi görə bilirik. Gələcəyi də görə bilirik. Görə bilirik. Nə qədərini gələcəkdən gələn olmayıb deyirlər. Amma öyrətilər də görə bilirik xəritə. Nə qəribədir. Hara qədər gedə bilərik də. Bir insan neçə ömür yaşaya bilər hər bir halda ki, reinkarnasiyada söz düşdü? Onun sayısı yoxdur genəldə. Yox. Bəzi deyir sayısı var işte 3000 nə qədərsə, bəzi deyir 3000 dəfə. Təbii ki, çoxdur onların sayısı. Baxın, bilirsiniz necədir? Bu belə sistemdir. Düşünün ki, belə kas sistemi kimi yığılıb da belə cərgə. Yaxşı, neçə vaxtdan biz bir qaydırıq? Onu artıq ruhumuz hazır olduğu vaxt yeni həyata. Bəzi ruhlar vardır. Məsəl üçün xəritəsində ayı qoç olanlar buna belə deyilir. Deyir ki, bədən soğumadan enkarnə olanlar. Məsəl üçün şok halində rəhmətə gedənləri onlar onda şoka girib mən hazıram təkrardan yarım qalmış həyatım var. Onlar bu həyatda çox tələsirlər. Çox tələsirlər hər şeyi. Məsəl üçün bəzi ruhlar vardır, çox gözləyib orada, seyr eləyib. Buna da hazıram, tam burada sıxıntım vardı, bunda onlar biraz ağır yaşayırlar həyatı. Ağır. Necə slow gedir. Onlar konfor alanını dəyişməyi sevmirlər. Qədim ruhlar sevmirlər. Bu stakan mənimdir, mən buna öyrəşmişəm. Yeniliklərə açıq olmur köhnə ruhlar. Amma gənc ruhlar hər şeyə, amma hər şey, o dəli kimi maşın sürənlər var, gənc ruhlar. Yəni onlar hələ çox gələcəklər. Və qoç bürc, məsəl üçün ilk bürcdür də. Onlar 0 yaş uşaq şeyini göstərir. Çünki hər bürcün özünün yaşı vardır. Təkamülünə görə yaş gəlir. Son bürc hansıdır o zaman? Balıq. Demək ki, balıq
80 yaş üstü, 84 yaşa üstün göstərir o yaş olaraq, ruh yaşı Aha. olaraq. Yəni yaşlıdırlar onlar. Yəni kənardan elə görsənmələrinə baxmayın. O bəzən bir balığın belə durğun durub belə deyirsən, bu nə fikirləşir? Əslində onun ruhu çox yaşlıdır. Çox fikirləşir. Çox fikirləşərək gəlmişdir 12-yə gəlməsi üçün. Çünki hər bürcün özünün yaş aralığı vardır. Bəs nə zaman gəlmir artıq növbəti dəfə? Artıq yəni insan kamil olunca deyilir buna. Yəni hər şeyi axışa buraxmağı öyrənincə, takıntılarını buraxınca, insanın nəfsini buraxınca, nəfs ölüncə ruh özgürləşirmiş deyirlər. Evet, bu dünyada artıq öz egosunu buraxır, Allaha yaxınlaşdıqca. Nəyə inanırsa ona. Nəyə inanırsa. Təmizləndikcə deyə bilərik. Vicdana inanır, bəzisi bir şeyə inanır. Yəni təmizdən nəfsini buraxır, acgözlülüyü buraxır. Yaxşı, bəs bu dünyaya gəlmirsə hara gedir onda? İşığa deyirlər ən son. Bu dünya Yaradana gedir. Yaradana. Yaradanın da özünün bir vəzifəsi vardır da yönləndirə biləcək. Bu dünya imtahan yeridir də. Məncə ən alt şeylərdən biridir. Belə üst levellardan biridir. Allah görən nə iş görmüşük ki, gəlib bu dünyaya. Çox. Yəni biz adətən insan olaraq yaradılmışıq da bu dünya üçün. İnsan. Yəni nəsə bəzi bədənləmələr də vardır. Çünki bilmədiyimiz neçə boyutlar vardır. Bəli. Vardır. Onu Quranda da yazılıb, yəni araşdıra da bilərlər. Bir bilmədiyimiz boyutlar vardır. Yəni biz insan olaraq bu dünya üçün yaradılmışıq və Biz burada insan bir imtahan olaraq yerindəyik. Bəli. Və gəlib gedib nəhayətində işığa doğru gedəcəyik. Bəli, bəlkə də bəzisini bilirsiniz, zaman algısı, evrəndə zaman algısı bizdədir belə gələcəyə gedir. Amma evrəndə zaman algısı geriyə də dönüş vardır. Bəzən ruh elə bir günah işləyir ki, tam üst levela gəlib deyək ki, oradan bir günah işləyir, tam alta da gələ bilər. Təbii ki. Yaradanın özünün şeyi vardır da, qanunu, sistemi. Böyle bir bəzən sərt də ola bilir onlar. Aman Allah. Nəfsimizə biraz hakim olmaq lazımdır. Baxın, məsəl üçün biz həmişə eşitmişik ki, yaxşılıqlar həmişə və ümumiyyətlə sədaqə vermək, yaxşılıqlar etmək, bu bizi xatadan, bəladan qoruyur. Bəli. Və bizim belə deyək ki, karmamızı yuyur. Yəni başımıza gələcəklər nədir? Elə yəqin ki, belə bu tərəfdən baxsaq karmadır da. Yəni bu astroloji sistemi, bu karmik sistemi necədir? Elədir? Təbii ki, paylaşmaq çox önəmlidir. Paylaşmaq, insanlara yardım etmək. Bu illa maddi deyil, mənəvi. Təbii ki, adamlar üçün maddiyatı yoxdur. Demək deyil ki, yaxşılıq etməyəcək. Adicə bir baxın, düşdün ki, parkda oturmuşsunuz. Heç sizin keyfiniz yoxdur da. Heç bir xala gələr sizə bir məsləhət verər. Onun bəlkə də bir sürü günahlarını yub aparar, özü də bilmədən ha. Ya da xala bilərək oturub birisinin arxasından danışır, tanımır onu. O da o deyir, mən nə dedim ki, mən neynədim ki, mən hamıya yaxşılıq elədim. Amma sən orada yıxıb sürmüsən məsəl üçün birisini. Haqqına girmisən. Haqqına girmisən, tanımadan arxasından danışmısan. O da səni gətirir. Tanımadan, bilmədən yarğı ən böyük günahdır. Yarğı. Bilmirsən onu, tanımırsan və onun həyatından deyirsən, belədir, elədir. Bəlkə də heç elə deyildir. O adam evində yatıb, sən fərqli düşüncələrdəsən. Bəli. Sonra deyir, mən neynədim ki, mən o qədər yaxşılıq eləmişsən. Al işte, mən neynədimin cavabı. Yəni heç kimin haqqına girmir. Yox, amma biri gəlirsə, sən üçün çox pis gündəsən, sən təsəlli eləyir. Al sənə sildi, savab elədi. Sən orada qalxdın belə, ayağa belə şuxlandın. Bir sözü ilə məsələn. Bizə çox vaxt elə gəlir ki, yaxşılıq etmək kimisə bir işini düzəltməkdir, kiməsə maddi yardım etməkdir, amma halbuki bəli. Sadəcə o deyildir. 1000 yaxşılıq eləyərsən, gedərsən elə bir yerdə elə şey deyərsən ki, birisinin haqqına girərsən. Tanımırsan, danışırsan onun haqqında. Bu klavye karolları kimi, kralları kimi klavye. Bəli. Klaviş səni tanımır, elə şeylər yazır ki səndən. Doğrudur. Təbii qəhrəmanları. Bəs məsəl üçün ruh əkizi anlayışı var. Var. Nə deməkdir ruh əkizi anlayışı? Ruh əkizi belə bir şeydir karmada. Yəni eyni şeylərə malik, eyni frekanslara.
bu həyata gəlirlər, görüşürlər bir-birlərinə. Hı hı. Hər biri deyirsiniz ki, mən onu çoxdandır tanıyıram. Məsələn, o bir şey deyəcək, mən onu hiss edirəm. Bunu belə fərqli algılayırlar. Hələ bilirlər ki, bu eş anlamındadır, qarşı cins. Xeyr, bu bəzən övladınızla da olur. Bu bəzən ən yaxın rəfiqənizlə də olur. Yəni mən onu tanıyıram. Hələ bir o bir şey deyəcək, mən onu önləyirəm. Amma onlar görüşürlər, mütləq görüşürlər. Karmik eş başqa bir şeydir, o sıxıntılı biter. Hə, bax bu belə bir tez rast gəlirik. O pisdir. O yaxşı bir şey deyildir. Ki, bəs karmik münasibətlər, karmik həyat yoldaşı nə deməkdir o? Karmik, yəni bir borcumuz olaraq bir-birimizə gəlmişik. Demək ki, yarım qalmış bir eşq hekayəsi varsa ya da bir sıxıntılı bir şəkildə bitibsə, onlar bəzən baxırsan kartlarda görüşürlər, amma o mütləq bitir. Və yenə travmatik bir şəkildə bitir. Onu da buraxmalıdır ikisindən biri. Çünki anlayırlar, nəyisə çatışma gedir, buraxa bilmirlər yenə, bir-birlərinə əziyyət edirlər. Yəni buradan bir dərs çıxardıb əslində vidalaşmaq lazımdır. Bəli, vidalaşmağı öyrənmək üçün təkrar barışıblar, bir yerə gəliblər, barışıblar dedik. Yəni vidalaşmaq rahat olmalıdır ki, karmanı bağlasın deyim, hə? Onlar da buraxmırlar, takıntılı olurlar məsəl üçün. Çox takıntılı olurlar. Çünki bəzən baxırsan ki, qadının bütün həyatının bu şey var idi, İspaniya kraliçası Juana, bəlkə bilirsiniz, Dəli Juana. Ölmüş yoldaşını, kralı gətirib məzarından belə evinə. Bax, o karmik eşdir işte. Aman Allah. Takıntılı, çox olur elə. Mən ona Dəli Juana sendromu deyirəm. Buraxmır. Bəs niyə bəzi insanlar bizim həyatımıza dərs verməyə gəlir? Bizim də keçmiş həyatımızda kiminsə həyatında dərs olmuşuq ona görə. Təbii ki. Heç kimlə boşuna görüşmür, danışmır, bir araya gəlmir, söhbət eləmir. Nəyisə öyrədir də bizə. Təbii ki, öyrədir. İncitirsə vardır bir səbəbi. Daha çox nə öyrətmək üçün gələ bilirlər? Bəziləri sevgini öyrətmək üçün gəlir. Məsəl üçün, siz deyək, keçmiş karmanızda sevginin qədrini bilə bilməmişsiniz. İndi elə birlərinə aşiq olursunuz ki, siz sevib, yanıb bitirsiniz, amma qarşı tərəfdən onu ala bilmirsiniz. Çünki keçmişdə onun qədrini bilməmişsiniz. Sevgini öyrədir. Sevgi necə dəyərli olduğunu. Bəziləri bu həyata keçmişinizdə çox xəyanət eləmişsiniz. Xəyanətin necə acı verdiyini hiss etməniz üçün gəlir. Siz eləmirsiniz. Axı bəzisinə deyirəm ki, sən bunu haqq etmişsin. Deyir, mən axı indi heç nə eləmirəm. Deyirəm, bilirəm heç nə eləmirsiniz. Hətta çox düzgünsünüz. Amma bu incitmək üçündür, bunu hiss eləməniz üçündür. Aman Allah. Amma ruh özü seçib də onu. Öz təkamülü üçün. Necə bir hissdir. Yaxşı, bunları necə rahat qəbul eləyək bəs? Necə keçsin insan? İncitməsin, karmada yığmasın və bir daha da başına gəlməsin. Necə keçsin? Gəlir, başınıza gəlir. Zamanında buraxmağı bilmək lazımdır. Gəlir. Sizə bilirsiniz, mən burada çox rahat danışıram. Mən belə heç incinməmişəm. Pamuklar içində. Xeyr. Çox incinmişəm. Ona görə səbəb axtarma səbəblərindən biri idi. Niyə mən? Səbəbini də eşidinci niyə mən sakitləşdim. Niyə mən? Çünki mənim üçün lazım idi dedim. Bəs dualar necə? Məsələn, biz həmişə deyirlər ki, dua edin ki, bilib-bilmədiyim, işlətdiyim günahlarımı bağışla. Və bizə elə gəlir ki, biz bunu bu həyat üçün eləyirik də. Yəni dünən sırağa gün 10 il əvvəl bu həyat üçün eləyirik. Bu həyat üçün. Bəs keçmiş həyat üçün keçərli deyil o. Deyil. Burada qoruyur da bizi keçmiş həyatımız üçün. Yəni bizi başımıza gələcəklərdən qoruyur axı, niyə? Amma indi baxın, başımıza gələcəklərdən sırf dualar məni qorudu deyə bilməyiz. İndi eyləmimizə də, hərəkətimizə də diqqət eləməyimiz lazımdır. Yox, o heç o öz yerində bilinçli oxuyuruq, deyilmi? İnanaraq oxuyuruq və deyirik ki, mən bilirəm, inan, yarat. Məsəl üçün biz inanırıq ki, bizi o qoruyacaq. Mən bu suyu məsəl üçün içirəm, deyirəm ki, o su şifadır. Deyilmi? Amma mən inanıb içsəm ki, bu su zəhərdir, o məni xəstələndirəcək. Duanı da inanırıq, ona görə də işimiz açılır. İnanaraq eləmək. Budur. Amma keçmiş karmamızı təmizləmir burada etdiyimiz dualar. Aman Allah. Eyləmlərimiz, hərəkətlərimiz bizim dəyişdirir.
Demək ki, əvvəlcədən ayrılıqlar da ssenaridə yazılmış olur. Yəni və biz onu dəyişə bilmirik, belə çıxır. Niyə o qədər cütlüklər var ki, ayrılmaq məsəl üçün mərhələsinə gəlirlər, sonra barışırlar. Barışırlar, sonra təkrar ayrılırlar, sonra təkrar barışırlar. Bəs çox elə görürsən. Sonra sıxıntılı ilişkiləri olur evin içində. Yəni əslində deyirsən ayrılsan daha yaxşıdır, amma o buraxmır. Məsələn, insan egosu vardır. Bəlkə də buraxsa özü də xoşbəxt həyatı olar, qarşı tərəfində xoşbəxt həyatı olar. Çox görürsən elə. Yəni bir də baxın, biz dünyaya Venüsü də tatmağa gəlmişik də. İnsan zevklər, zevk deyilmi? Venüs sevgi deməkdir. İnsan bu dünyada sevdiyi ilə sınanır və sevgi ilə sınanır. Fikir vermişsiniz siz? Əlbəttə. Əlbəttə. Ən yaxındakı sevdiyinlə sınanırsan. Sevgi ilə. Sevgi Venüs bir də material dünyadır, material aləmdir. O da pulla məsəl üçün əlaqəlidir. Elə pul və karyera demişkən, uğur və pul bizim doğum xəritəmizdə görünür. İmsi nöqtəsi vardır. Maksimal haraya qədər çıxa bilərsən də məsəl üçün. Maksimumun sənin nədir? Keçmiş həyatda kim olub? Bugünün varlı insanları, uğurlu insanlar. Onu varlı, baxın, pulun belə algılayışı var da. Var ki, birisinin pulu var, amma yaşaya bilmir onu. Başa düşürsünüz. Yəni o zevkini yaşaya bilmir, həyatın tadını. Bəlkə də bəzisin baxırsan ki, çox pulu var, Neptünə qaçır, ya çox dinə gedir, uzaqlaşır, ya da başqa bir kötü alışqanlığa gedir. O Neptünü tatmaq. Baxırsan pula niyə gəlibdir? Yəni hər şey kənardan göründüyü kimi deyildir. Niyə gəlib dediniz? Bəzisinə pul verilib, biraz ruhaniyə getməsi lazımdır. Çünki həyatın balansı bilməlidir. Onu bilmir, ona görə də baxırsan ki, yəni yaşamır da bu. Yəni yaşamır. Bir dəfə bir nəfər Hindistandan gələndən sonra, yəni kastalaşmadan danışdı və dedi ki, orada aşağı kastada insanlar oturur küçədə gözləyir ki, nə vaxt mən bu dünyadan köçəcəm və növbəti onlar çox önemli reinkarnasiya. Bəli, növbəti reinkarnasiyada artıq daha belə üst kastada olmaq üçün o ümidlə yaşayırlar. İndi biraz mənə onu xatırlatdı. Yəni problemlərin içindəyik və sanki bunu çözməyək də gözləyək növbəti həyatımızda növbəti. Onlar kimi də deyil də, yox, o qədər. Amma bir şeylər eləməmiz lazımdır həyatımızdan bağlı. Təbii ki, eləməyimiz lazımdır. Deyək ki, yenə deyirəm, bu şey kimidir, heç nə eləmirik, deyirik ki, Allah mənə pul ver. Elə olmur axı, hərəkət eləmək lazımdır. Xəritə eyləmdir. Yəni biz qalxıb yerimizdən bir şey eləməliyik. Yəni tam okey, bəzən çox gözəl xəritələr görürsüz. Üçgən açılarla belə çox qəşəng xəritədir, amma tənbəldir, heç nə eləmir. Bəli, məsələn, rəhavət, çətin xəritələr, belə başdan zorlu xəritələr güclü insanlar yaradır. Güclü. Çünki o əngəllər var öndə və görür gedir. Amma çox belə qəşəng xəritələrlə gələnlər gördüm. Çox imkanlı ailələrin, uşaqlarının xəritələrini gördüm. Gerçəkdən də gəlib də xəritə ilə gəlib vətəndaş tənbəl, heç nə eləmir. Heç nə eləmir. Hazıra gəlib. Halbuki onu biraz geliştirsən. Yəni amma gelişdirmək, inkişaf etdirmək üçün bir yer qoyulub da xəritəmizdə. Qoyulub, təbii ki. Təbii ki, qoyulub. Məsələn üçün səndə qəşəng deyək ki, üçgən açı var MC-yə, işte nə ola bilər? Sən çox qəşəng orada Venüs var, nə bileyim, televizyon sunucusu bir şey. Deyir ki, ailəm izin vermir məsəl üçün. Mən necə gedim ora məsəl üçün. Ya da rəssam olmalıdır qız. Bax, bir şeylər necə görünürmü? Təbii ki, görünür. Qız rəssam olmalıdır deyək ki, deyir ki, ay işte rəssam olub neyniyəcək məsəl üçün. Oxuyuturlar müəllimə, heç nə eləmir. Ya da doktor olur, işə getmir. Halbuki bəlkə rəssam olsaydı çox daha yaxşı olardı, çevrəsi fərqli olardı. Daha fərqli insanlarla bir araya gələrdi, tanınardı. Bəzi insanların ümumiyyətlə işləri ağır gedir. O deyir, ağır alınır mı? Çox. O nə ilə bağlıdır? O Satürn retrosu olanlarda ağır gedir. Ağır gedir. Bu biraz bir başqalarının 10 günə eləyə biləcəyi məsləkdə deyək ki, yüksəlmək, siz eləyirsiniz, nə bilim, bir ilə. Və bir də maneələr çıxır qabağına. Çox çıxır. Süni maneələr ağlına gəlmir. Çox var. Onlardan da biri də mənə. Bəli. Və bu güclü insanların xəritəsində. Mən sizə söhbətdən öncə danışdım. O güclü insanların xəritəsində olur. Məsələn, deyirəm də mənə
Kim nə edibsə sağ olsunlar. Çox gözəl məni belə bir böyütdülər. Zənginlik də deməli bir karmanın bir hissəsidir də. Biz elə gəlir ki, Təbii ki. kasıb olmaq bir karmadır. Zənginlik də Zəngin karmadır. olmaq da bir karma. Təbii ki. Bizim xəritənizdə çox qəşəng Venüs var. Deyək ki. Möhtəşəm bir Yupiteriniz var. Təbii ki, sizə zənginlik gələcək. Gələcək. Ya imkanlı birisi ilə ailə quracaqsınız, ya işinizdən gələcək, karyeranızdan gələcək. Gəlir. Var da, deyir ki, xəritən yönləndirə bilirik bir yerə qədər. Hansı yerdə o yer? Dediyim kimi doğulduğumuz ev, Hə. uşağımız, yoldaşımız. Bunlar hamısı qabaqcadan Məndə var. Karyerdə ən nə qədər nə ola bilər? Maksimumumuz görsənir xəritədə. Bəs istedadlar? İstedadlar da görsənir. Məsəl üçün mən birisinə xəritəsindən baxıb nə olmaq istəyir? Allahım qızım, memar. Yoxdur xəritəsində. Məsəl üçün rəsm dedim ki, siz çöp adam çizə bilirsiniz, heç dedi, yox. Dedim ki, valla indi siz zorluyursunuz koşullar, amma yoxdur o istedad, o vizyonu yoxdur. Anladınız mı? Yoxdur. İnşaat mühəndisi ola bilər, amma memar ola bilməz. O istedadı yoxdur. Bəzən çox gözəl səsi olur. Yəni o qədər olur ki, biz istedadsız insanlar görürük də müxtəlif sənətlərdə, elə musiqinin özündə də siz də görürsüz də. Yəni istedadı olmayıb amma gəlib oxuyur. Və ya şəfa verə bilmir, həkimdir. Tutalım. Onlar demək ki, səhv seçim eləyiblər. Səhv seçim, onlara görürsən mutlu budurlar yerlərində, xoşbəxtdirlərmi? Hamı məsəl üçün olsun ki, müğənnidir, oxuyur, alıb əlinə mikrofonu ortada qaçır ora. Bura indi elə çoxdur elələr. Bəli. Yəni kim nə qədər kütlə, o yadda qalacaqmı o öləndən sonra ya da nə bilim, nə olandan sonra? Əcəba çoxmu üzünə gülürlər, onu şaqşaqlayırlar, arxasından görürsən nə deyirlər. Çox var elə güya doktordur, şəfa verir, qapısı açılmır. Çoxdur. Yer açıb oturub öz-özünə şəfa verir. Yuxudur da, başa düşürsünüz. İnsan ruhunda olmalıdır. O uşaq vaxtından məlum olur. Uşaq vaxtı bəzi uşaqlar vardır, bir də insan ruhuna toxunur. Yəni uşaq vaxtından baxırsan ki, bu başqa bir şeydir. Ruha toxunur. Onun yaradılışında var. Çox gözəl rəqs eləyir, məsəl üçün. Rəqs eləyir, yaradılışında var. Təbii ki, bizdə körərtirlər o yaradılışı. Rəqqası olub nə edəcəksən? Bəli. Demək ki, bürclər əsas rol oynayır, yoxsa ki, bütün natal xəritə rol oynayır? Amma günəş bürcümüz, əgər mən günəş bir balıq olaraq gəlmişəmsə, bu dünyaya bir misyonum vardır. Siz günəş xərçəng olaraq gəlmişsinizsə, ailə qurmaq, işte ailə, birisinə baxın, eləmək, işte toplamaq, ailə sistemindən danışmaq, yeməklər vermək xoşlayırsınız. Bəli. Onun üçün gəlmişsiniz. Ailə sistemini qurmaq. Mən də insanlara şifadan danışmaq, əvrənlə danışmaq, musiqi, gözəl şeylərdən xoşum gəlir. Hamının bir yaratılışı var. Bir oğlaq gəlibsə sistem qurmağa gəlib bu dünyaya, pul qazanmağa, dövlətlərlə belə şeylərini gelişdirməyə, sistemin içində bir birey olmağa. Yəni o zaman kasıblıq da, kasıbçılıq da, zənginlik də bizim qismətimizdir. Təbii ki də bir yerə qədər hədə. Yox, bir yerə qədər deyəndə ki, ona məsələn kasıb otursun ki, mənim qismətim kasıbçılıqdır, işləməyim. Yox. Bir yerə qədər deyirəm, yenə işləməmək olurmu? Sən kasıb olaraq gəlmisənsə, bax gör nə edə bilərsən. Hamı eyni şeydə yaşayacaq deyil. Təbii ki, hamı böyük pullar qazana bilməyəcək, təbii. Amma yəni kasıb da olmaya bilər, ortada yaşaya bilər. Və ya ortada yüksəlmək istəyir. Gəlirlər bəzən çox gülməli. İndi bütün qızlar bloger məşhur olmaq istəyir də, amma hamısı deyir, mən məşhur ola biləcəmmi? Deyirəm, nə eləyirsiniz siz? Yəni nə ilə məşhur olmaq istəyirsiniz? Nəyinizdə? Mən bəs bir blog eləsəm, bir şeylər. Yəni yoxdur xəritəsində, amma olmaq istəyir məsəl üçün. Halbuki pulunu başqa şeydən qazansa, məsəl üçün, deyilmi? Müəllimədir, bloger olmaq istəyir. Sadiq da müəllimədir, deyək ki, bloger olmaq istəyir.
YouTube xəritəsində maksimum 1000 nəfər toplayar o takipçi. Bu da bu müasir bu dünyanın gətirdiyi bu texnoloji yeniliklər bizim hər halda xəritəmizdə necəsə öz əksini tapır da. Biz onsuz da elə bir generasiyayıq ki, belə çox dəyişik. Mən deyirəm ki, Allahım belə bir çox bir günahlar işləmişik, çox enkarlıdır, hə. Həm telefonu belə görmüşük, həm üst şeydə görmüşük, həm başqa bir şeydə. Yəni bir ömrə neçə dənə bir şey sığdırdıq, dəyişim. Burada da yeni bir dəyişim daha gəlir Uranüs ikizlərdə. Burada texnologiyanı çox yaxşı takib eləmək lazımdır. Çox. Çünki 2026-2028 arası texnologiya uçacaq. Yeni şeylər, hamımızın ayaq uydurması lazım. Amma və lakin hamı getsin bloger olsun, nə bilim nə, sahte blog hesablarına artıq güvən qalmayacaq insanlarda. İnsanlar doğallıq istəyəcəklər. Pluto dolça dövrüdür, doğallıq. Baxın, bir halda ki, biz peşələrdən danışırıq, pul qazanmaq, uğurlu olmaq. Gələcəkdə bəzi peşələr ümumiyyətlə itəcək. Müəlliməlik onlar. Məsəl üçün, baxın, gələcəkdə necə olacaq insanlar? Bu xəritədə necə öz əksini tapırmı? Yeni uşaqların xəritəsində məsəl üçün incələdiyi insanın evlilik çoxsunda görsənmir. Gerçəkdən görsənmir. Yəni Uranüsün elə bir nə bilim baxırsan ki, yəni daha free ilişkilər. Çünki evlilik İndi bilmirəm necə algılayacaqlar insanlar. Artıq elə zamana gəlirik ki, bir insanı özünü məcbur şeyləməyəcək ki, mən gedim onunla eyni evdə qalım, mən məcburam bu evliliyə. Özünü o elə şeylərə, ramkalara salmayacaq, istəməyəcək. Daha özgür ruhlar gəlir, enkarnesi, özgür ruhlar. Peşələrə gələndə isə müəlliməlik məsəl üçün ölən məsləklərdən biri olacaq. Bizi kimi öyrədəcək? Robotlar öyrədəcək. ChatGPT öyrədəcək. O öyrədəcək. Yəni distansiya eğitim sistemi olacaq. Tip ilerleyecek. Çünkü insanlar daha çok yaşamaq istəyəcəklər. İşte biyologiya, mikrobiyologiya, genetik xəstəlikləri araşdıranlar. Bunlar ilerleyecek. Çünkü insanların yaşamı uzayacaq. Yaşamı pulu çok zengin olanlar diyecekler ki benim yaşamım necə uzansın. Onsuz da eləyirlər. Ha, tabii ki eləyirlər. Daha da bunun ilerleyeceğini düşünülmüş də. Aha. Demək ki, bu peşələrə daha çox tələb olacaq. Təbii ki, biyologiyadır, bu genetikdir, genetik mühəndisliyidir, bu tibbin fərqli alanlar, robotik texnikalardır, o IT sahəsi. IT artıq çoxdur, ITci. Biraz daha tibbə yönəlmək məncə daha yaxşıdır. Çünki robotik şeylər, cərrahiyyələr olacaq, süni orqanlar üretimi, bunlar hamısı biyologiyanın, hamısı genetikanın işləridir. Əgər çox ağıllı övladınız varsa, matematikaya yönləndirin məsəl üçün. Bunlar hamısı bağlantılı olacaqlar. Doğrudan bax, indi bizi dinləyən analar var, əminəm ki, bəlkə atalar da var, az yaşlı uşaqları var və çox valideynin bu dəqiqə eşidirik, uşaqları bilmirlər hansı sahə. Hamı deyir, ay o artıq şişdi, bu şey kimi oldu, Türkiyədə turizm işlətməciliyi kimi bir şey oldu. Amma əgər çox ağıllı uşağınız varsa, yönləndirin onu tibbə. Yaxşı, tibbə və ya da ki, riyaziyyatda. Riyaziyyatçı olub nə edəcək? Riyaziyyatın fərqli alanları olacaq. Yəni burada raketa texnologiyaları, daha uzay bilimləri, anladınızmı? Baxın, bunlar gelişəcək. Mühəndislik, bir inşaat mühəndisliyi, çünki yeni tikililər olacaq, yeni şeylər. Çox ağıllı uşağınız varsa, bu yönlərə yönləndirin. Yəni IT artıq şişdi məncə. Bəli, məncə də artıq çox oldu bu sahədə. Yəni şişdi IT. Tibbə çox yaxşı olacaq. Yəni tibbdə çünki dərman məsəl üçün üretimi, məsəl üçün dəyişir. O da biyologiyanın, farmasevtika gelişəcək. Otlarla tedavi, insanlar daha doğal yaşama. Mən hamıya deyirəm, əgər kiçik bir torpaq sahəniz varsa da onu dəyərləndirin. Mütləq torpaq çox dəyərlənəcək. Organik yaşam məsəl üçün. Hər şeyin doğalına qaçmaq, kəndlərdə yaşama insanlar yönələcəklər, böyük şəhərlərdən sıxılacaqlar. Çünki zaten hər şey onlayn olacağı üçün uzaqdan işə getməklər, bəlkə bu dəqiq fantastik gələ bilər, amma 7 il sonra görərsiniz. Hətta artıq 7 il sonra bunlar görünəcək. 8-lərdədir, təbii ki, hızlanacaq bunlar. Online hər şey. Dünyanın bu xəritəsinə baxa bilərik. O dünyanın da bir karmik xəritəsi var. Dünyanın yaradılışı bu şeydən deyirlər.
dünyanın bürcü xərçəng bürcüdür. Bizim yaratılış, bürcümüzdədir. doğum, tamam mı? Doğrudan. Yüksələn xərçəngdə sonlanmada bir 7-ci kasında da orada Oğlaqdır, ölüm, Satürn. Yəni dünya xəritəsinə astroloji dünyadan gökyüzünə baxır. Bir də var dünyadan şeyə baxmaq. O fərqli xəritələrdir. İkisi də fərqli xəritələrdir. Necə üzr istəyirəm bir də təkrar. Biz astroloqlar dünyadan planetlərə baxırıq. Bir də başqa bir xəritə növü vardır. Onun ismini unutdum bir dəqiqə. Allahım nədir ki, o nə bilim nə xəritə. Orada da fərqli sistemdən izləyirlər. Məsələn, düşünün ki, gökyüzündən sanki dünyaya kimi, amma yerdən də dünyaya baxsaq, dünyadan da yerə baxsaq, dəyişim gəlib və qaçınılmaz. Hansı dəyişikliklər olacaq? Texnologiya. Bizi hara aparacaq texnologiya? Ruhsuzlaşmağa. Ruhsuzlaşma. Biraz hisslərimizi azaltacaq. Bu sualı unutmamış soruşum. Dediniz ki, başlanğıc xərçəngdədir, bitiş Oğlaqdadır. Biz qiyaməti görə bilirik xəritəyə baxanda. Dünyanın sonunu görə bilirik. Yox, dünyanın sonu yaxın deyildir. Var hələ. Yəni kim deyir ki, işte nə bilim mayalar filan tarix. O bir alim dedi ki, milyon il yox, 2 milyard il hələ həyat yəni resursu var yerin. Var. Biz yəni görməyəcəyik. Narahat olmayın. Yox, bəlkə bilməm bədənlənirsək başqa ruha onu biləməyiz də. Amma yox. İndi görməsək də nə vaxtsa Məncə bitirək, biz bu dünyaya gəlməyək artıq. Elə mən də fikirləşirəm, necə bitirək? Maraqlı deyil ki, çoxdur, deyilmi? Məncə. İndi mənə maraqlı gəldi ki, mən növbəti bayaq dediniz ki, xəritəmdə növbəti həyatımda nə gələcəm, onu sonra sizdən soruşacağam. Tamam, soruşarsın. Ay maraqlı gəldi, çox söhbətimiz maraqlı gedir. Dünyanın da bir karması var. Hər ölkənin də bir karması var. Dünyanın da karması var. İndi bax dünyanın hər yerində bu dəqiqə müharibələr gedir də. İndi kimə soruşsaq, siyasətçiyə soruşsaq, o bir şeylər deyəcək. Politoloqa soruşsaq başqa şey deyəcək. Ümumiyyətlə məcranı da bilmək olmur. Dəyişimdir. Baxın, tıkandı, dəyişim lazım. Kim yuxudan durdu, məsəl üçün müharibə eləyir. Kimin xoşu gəlmir, müharibə elan eləyir ona. Yaxşı, göydə nə görünür? Yəni səmada. Bir dəqiqə Satürn Qoç burcundadır. Satürn Qoç burcunda da mən keçən il də demişdim, gənc insanların ölümü çoxalır. Siz diqqət elədinizmi? Kalp krizindən gedən çoxdur. Çox gənclər. Doğrudur. Bu yandan baxırsan ömür uzanıb, amma burdan da qəfil ölümlər. Gənc ölümlər çoxdur. Gənc. Çox yaşlı az ölür. Gənclər tez ölürlər. Kalp götürür. Satürn Qoç burcunda transitində müharibələr olur. Gənclər ölür. Hətta müharibədə də nə qədər gənc Gənclər, uşaqlar. Bu hələ Satürn daha yeni başlamışdır Qoç burcuna transitində. Neptün də oradadır. Burada dənizdən gələn şeylər də göstərir. Su, gördünüzmü? Su basır hər yeri. Sudan gələn təhlükə. Neptün Qoç burcunda. Sudan aiddir də o dünyaya. Çünki bizdə yağışlar çox yağır ki, bəlkə onu nəzərdə tuturuz. Dünya, Neptün Qoç burcunda, dünyada sular, ya bir yer çox quruyacaq, bir yer sellər sular, su savaşları. Şunu Hürmüz boğazını necə bağladılar. Su savaşı, suda savaşlardır. Bax Neptün Qoç. 14 il transit eləyəcək orada. 14 il transit. 14 il bu söhbət uzanacaq. Baxın, niyə bu qədər ruhani, işte saxta peyğəmbərlər çoxaldı? Neptün balıq burcunda idi 14 il. Son 14 ili düşünün, nələr çoxaldı? Spiritualistlər çoxaldılar, deyilmi? Saxta peyğəmbər, biri çıxırdır, mən peyğəmbərəm, bir də yuxumda filan kəsi görmüşəm. Çünki Neptün balıq burcundadır, illüziyalar gətirdi insanlara. Çünki yuxu yozan nə bilim nələri çıxır, spiritualistlər, dəyişik. Yuxu ilə işarə mi nə, belə bir şeylər, vallahi dəyişik. İndi onların dövranı bitdi. İndi də Neptün Qoç burcunda. Burada deyir ki, xəyal eləyirsən, hərəkətə keç. Yəni dua eləyirsən, gözləmə, hərəkətə keç deyir. Yəni xəyallar üçün hərəkətə keç deməkdir. Bunda da bəziləri çox hərəkətə keçib savaşlar eləyir. Xəyal elədiyi torpaqlara ulaşmaq üçün onu da verir. Sən mən belə eləyirsən, mən də belə eləyirəm. Bitişi olacaq bu müharibələrin? Olacaq. 2030-da sakitləşəcək. Bütün astroloqlar 2030-u deyir bu arada. 2030. Yəni nə baş verəcək 2030-da? Baxın, indi yeni dövrə keçəcək. Satürn boğa da bitəcək. Orada biraz 2 il sonra biraz bir qıtlıq dövranı başlayır. Satürn boğa, Satürn Qoçda müharibələr sonrası bir 2 il biraz bir qıtlıq. Ondan sonra yavaş-yavaş yaxşılaşacaq. 2030-a qədər çətindir.
Niye hamının bir dövranı vardır. Biz de bu zamana geldik işte Sevinç Hanım. Düşünün neyləmişik. Ümumiyyətlə bayaq da dediniz ki, bürclərə kör-körənə inanmaq bu doğru deyil. Bu bizi düz yola da aparmaz. Təbii ki. Çünki günəşimiz, məsələn, baxın, bürcünüz deyək ki, işte nə bileyim, nə bürcü. Siz nə bürcüsünüz? Deyək ki, Şir bürcüdür. Amma deyək ki, günəşin yerləşib 4-cü evdə. O şir gedir hansı evə yerləşir? Xərçəngin evində. Daha sakit şirdir, deyilmi? Yəni ufqun altındadır günəşi. Daha belə relaksdır. Baxın, çox sakit adamdır. Yəni belə qurdu, quraşdırdı, toparladı. Daha evcimən şirdir. Günəşin yerləşimi də önəmlidir. Xərtən 12 evində hara yerləşib bürcün, günəşin məsəl üçün. Yəni bürcün bizdə deyilik kimi. Aha. Məsəl üçün uşaqlarla bağlı yenə də mən o mövzuya qayıtmaq istəyirəm. Uşaqların xəritəsini, yəni doğum xəritəsinə müraciət etmək bu doğrudur, yoxsa necə ancaq yön verirsiniz. Yön vermək. Sizinlə sizi algılayış biçimi. Məsəl üçün 2 dənə qardaş bacıdırlar, deməyə də 2 bacı. Birisinin ay bürcü xərçəngdir, birisinin ay bürcü dolçadır. Onların ikisinin anasını algılama şəkilləri fərqlidir. Məsələn, ayı dolçu olan, onun maması elə bir dönəmdə dünyaya gətirib ki, qadının həyatında kriz vardı. Belə bir soyuq davranır. Deyir ki, mənim mamam soyuqdur, amma bacıma çox istidir. Çünki onun ayı xərçəngdir. Başa düşürsünüz. Burada indi deyirsiniz ki, mamay bu sizi belə görür. Deyir, axı mən ikisini də eyni sevirəm. O sizi elə hiss eləmirəm amma. Burada bunu eləməlisiniz. Çünki ruhsal dönəminizdə necə ki bir ruhsal dönəmdəsiniz, o dönəmdə elə bir uşaq dünyaya gətirirsiniz. Ay bürcü göstərir onda. Ay karmadır, başqa bir şəkildədir. Satürn karmanın lordudur, cəza verənidir. Ay məsəl üçün sıxıntılı aya mənsub olan bir uşaq bu ailəyə özünə aid hiss eləmir. Deyir ki, mən öz qabımda deyiləm. Anası gildə deyir, mən bilmirik bu uşağa neyniyək, fərqli yanaşma. Səndən sevgini başqa cür istəyir. İntellektual istəyir sevginiz üçün. Ay dolça deyir, mamam otursun məndən kosmosdan danışsın. Məsələn. Yəni başqa bir uşaq sevgi istəyir, başqa bir uşaq artıq anadan gözləntiləri fərqli olur. Maması ona keks bişirsin, ay xərçəng bürcün. Bu arada mənim oğlumun ay xərçəng bürcündədir. Mənim yemək bişirməklə heç aram yoxdur. Amma ona görə dünyanın ən gözəl yeməyini mən bişirirəm. Hansı dəfəsə bir şey bişirmişəm, hələ də ağlımdadır. Çünki onun ayı xərçəngdir. Ana eşitdir bəsləməkdir onun zehnində. Görürsünüz? Bəli, hər uşağın bir cür. Amma mən belə professional bir aşpaz deyiləm, yəni evdə xoşlamıram. Məsələn, yeni peşələrə qayıtmaq istəyirəm. Siz pianoçusunuz, musiqiçisiniz. Bu gün süni intellektdə də bilirsiniz, mahnı da bəstələyir. Hətta oxuyur da artıq süni intellekt. Qəşəng də oxuyanları var. Bəli, çox da qəşəng, yəni çox qəşəng musiqilər eləyirlər. Yəni biz musiqinin sonu. Musiqinin sonu, musiqi ifaçıların sonu getdikcə onsuz da bu sənətə də azalır. İstək də azalır. Çünki siz dediniz ki, texnologiya gelişir. İndi ölən məsləklər arasından olacaqmı? Olacaq təbii ki, bu da. Bu da ancaq elitanın, müəyyən bir qismin maraqlana biləcəyi şey olacaq. Çünki pedaqoq da getdikcə azalacaq, eğitimi verən. Müəyyən bir qism üçün olacaq. Çünki artıq yəqin elə pianolar çıxacaq ki, birazdan. Sən yerini ifa eləyəcək. Var. Dijital pianolar var. Düyməsinə basırsınız, özü çalır qəşəng. Yəni buna da ehtiyac yox. Texnologiya, ayaq uydurmaq lazımdır. Hər şeyi işsiz qoyacaq, hamını işsiz qoyacaq. İndi o işsiz qoyur, siz də yeni şeylərə baxmaq məcburiyyətindəsiniz də. Deyək ki, texnologiya nəyə gətirir? Ayaq uydurmaq lazımdır. Çünki siz nə edirsiniz? YouTube çəkimləri izləyib texnologiya ayaq uydurursunuz. Artıq bilirsiniz, YouTube-un da dönəmi gedir, bilirsiniz. Podcastların da dönəmi gedir. Gedəcək, təbii ki. Yeni platforma səsimizi çatdıracaq hansı platforma olacaq? Gedəcək, yeni şeylər çıxır. Yəni televiziyanın dövrü bir ara getdi, indi hamı sosial mediadadır. Bir ara deyil, məncə tamamilə getdi. Hə, yəni. Sizcə? Televiziya heç açırsınız siz? Yox. Aksesuardır. Yəni olmasa da olmaz onsuz deyirik. Yəni düşünün ki, bir anlıq televiziya yoxdur. Bütün kanallar bağlanıb. O da biraz bir qəribə, sanki nəsə yoxdurmuş kimi gəlir həyatımızda. Bilir ki, olmağı var. Baxır hansı kanal izləyirsiniz də. O da düzdür, amma
İndi YouTube da həmçinin. Çünki Doğru, izləyicilərin bir şey deyim sayı azalıb. Mən fikirləşdim ki, məsələn, niyə bu gün bizi izləyənlərin sayı azalıb? Bütün dünyada belədir. Tapdım ChatGPT. Təbii ki. Yəni bu gün astrologiya haqqında məlumat almaq istəyən insan Təbii ki. bizim söhbəti dinləmir, götürür ChatGPT ilə Səhv də danışır. yazır, inanmırlar mənə. Deyirəm ki, vallahi səhv yazır. Çox şey səhv yazır. Deyirəm səhv yazır, inanmayın. O mənə elə dedi. Mənə dedi ki, sən yüksələn budur. Deyirəm ki, baxın, zaman gələcək deyəcək. Amma indi o zaman deyil. İndi daha gelişməyib. İnanın Allaha gelişməyib. Deyir, mənə belə-belə dedi, sən belə-belə insansan. Sənin nəbzinə şərbət verir də, nəbzə görə şərbət verir. Səni orada pisləyəcək halı yoxdur ki. Bir də bürclər o deyil ki, gedib də mən filan bürcəm, məni təriflə. O deyil. Xəritə analizi sizə yön göstərir, yol çizir. Yəni mən nə idim deyə onda müraciət eləməlisiniz. Mən təriflə deyə onda çətə yazın, o sizi tərifləsin. Sizi tərifləmək yeri deyildir. İnsanlar tərif eşitmək istəyir. Həqiqəti yox, belə təskinlik istəyir çünki. Belə desə ki, hər şey yaxşı olur. Heç bir hərəkət etmə, hər şey yaxşı olacaq, düzələcək. Olsa da qismətində, olmasa da qismətində. Bir tanəsi var, bir tanəsi. Qıza deyib ki, astroloq, adını deməyim, bizimkilərdən deyil. Deyib ki, sən evlənirsən, mən adımı dəyişdiririm deyib. Allah. Çünki xəritəsində yoxdur gerçəkdən qızın elə bir şey. Yəni artıq qız o qədər indi onu həddə çatdırıb ki, o da qayıtıb onu deyir. Yəni belə. Bəzən xəritələrində, baxın, bəzən xəritə də qəbul etmirlər. Çünki heç kim pis Amma pis deyil ki bu. Hər etmək insan evlilik üçün gəlməyib ki bu dünyaya. Məsələn, amma insan istəyir, yəni insan ailə istəyir və onun uşağı olsun, övladı olmaq istəyir. Tamam da, okey də, yəni bu qədər yaşa qədər əgər olmayıbsa, bir şeyləri dirətirsənsə, olmursa, səbəb sonuç axtarırsansa, deyirsən ki, sənin 7-ci evin sıxıntılıdır da, ya sənə gələn insanlar, nə bilim, baxırsan ki, yaşca balacalar gəlir xanıma, deyir, mən özümdən yaşca balaca istəmirəm. Amma budur da, amma deyir, hamısı elə gəlir. İndi sən onu qəbul eləmirsənsə, daha neyniyək yəni? Daha necə eləyə bilərik? Bəs həyatı qəbul eləmək çətindir. Yəni təslimiyyətdə olmaq çox çətindir. İnanın Allah. Bunun bir yolu var, asan bir tərəfi var, necəsə. Yəni belə buna inanacaqsınız. Dünya dönür. Hər şey dəyişir. Yəni bizim bir şey dirətməyimiz boş bir şeydir. Ay nə qədər çətindir. Yox, olmayacaq şeyi qəbullanmaq. Ay işte bir şey ondan gəlirlər. Qəbul eləsiniz zaman, baxın, təslimiyyətə buraxdığınız zaman bəlkə də iş alınır, təslimiyyət. Hə, bax, o nöqtəyə gəlmək istəyirəm əslində ki, axşam buraxanda həyat dəyişə bilir. Çox dəyişir. Rahatladım. Çox dəyişir. Baxın, təslim ol deyir. Sən mənə burax deyir. Bax, dirətdiyiniz zaman olmur, bəzən baxır, başa düşürsünüz. Bəzən baxın, İnsan ilişir, bir işim olmur, niyə olmur? Təslimiyyətə bırak, elə qəşəngi olur ki, və kənardan izləyirsiniz. Ay, cavabı aldım. Ay, gerçəkdən təslimiyyət. Məncə izləyicilər də rahatdır. Təslimiyyət. Təslimiyyət olunca. Hə, mənim bir sözüm var, mən beləylər hamı, deyirəm, axışa buraxdı. Hocam, axışa buraxdıq. Axışa burax. Olacağı varsa olur ki, sən dirətirsən, o olmayacaq, sən inatlaşırsan. Məsəl üçün, deyir, olsun, oluram, mən bilirəm olacaq. Axışa burax, bəlkə başqa yolları denə, bəlkə başqa vardır bir xeyri, o olmursa vardır bir orada da bir xeyir, bir qismət vardır. Onu qəbul elə də. Yəni, hər şeyin sonu axırda bir təslimiyyətə gəlir. Hamının sonu təslimiyyətdir. Biz dirətə bilmərik. Mas sadalyəni buraxmağı öyrənməlisən, bəzən o qaldırırlar. Buraxmaq istəmir. Məsəl üçün, deyir, kreslo. Onu buraxmaq lazımdır. Bir şeydə, yəni təslimiyyət. Çünki sən baki deyilsin, onu bilmək lazımdır. Yaradan bakidir, dünya belə baki deyildir, daimi deyildir. Onda belə zamanı vardır. Biz kimiyik ki, neysə dirətək. Hiçlik şeyinə varmaq lazımdır. Bilincinə gəlmək lazımdır, hiçlik. Düşüncəsi. Hər şey sıfırdandır və sıfıra gedir.
Çox sağ olun Səbinə Siz də xanım. sağ olun. İstəyirəm elə bu Ne demək. təslimiyyətlə də yekunlaşdıraq söhbətimizi və nəticədə başımıza nə gəlirsə, gəlmirsə, yəni mən özüm üçün, yəni gəldiyim bir nəticə bu olur. Yaxşı əməllər, heç kimin haqqına girməmək, Haqqına girməmək, ədalətli olmaq, əlimizdən gələn yaxşılığı eləmək. Təbii ki. Arxaca danışmamaq, hətta fikirlərdə belə biz, bax Səbinə xanım da təsdiq etdi, günaha girə bilirik bir insan haqqında. Hə, Etmədiklərini boynuna qoyuruqsa, özümüzü Təbii ki. düşünürüksə, onda da belə günaha girmiş oluruq. O deyir 10 deyir düz necə 10 düzü, bir yanlış 10 düz aparır. Eynən. Onda da Eynən. yəni 10 etdiyimiz yaxşılıq o Bilib-bilmədən. bilib-bilmədən bir insanın qarasıca danışmaq, Çox onun pis haqqına girmək, mənəvi haqqına girmək, o çox pis şeydir. Bilmədən danışmaq. Danışmamaq, bəli. Belə, Və çox sağ olacaqlarımıza da səbirlə yanaşıb Təbii ki. təslimiyyətdə olmaq. Çox maraqlıydı, çox sağ olun. Çox mən hər sizə şey təşəkkür üçün. edirəm. Çox sağ olun. İzləyicilərimizdən də şərhlərini gözləyirik. Bizimlə bölüşün fikirlərinizi və bəyəni düyməsini və paylaşmağı da unutmayın. Hələlik növbəti videolarımızda görüşərik.